sosial yardım almaq hüququ olan ailələrlə bağlı meyarlar belə olacaq. Turkistan az məlumat verir ki, məsələ Milli Məclisinin Aqrar Siyasət, Ailə, Qadın və Uşaq Məsələləri Elm və Təhsil Komitələrinin bugün keçirilən birgə onlayn iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxsə əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşına da yəni təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv olunması, fiziki şəxs olan işə götürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum olması, ailə üzvünün olduğu yerin məlum olmaması və sair hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.